Bu videoda biz kontragentin necə əlavə olunmasını öyrənəcəyik, sonra isə malın necə əlavə olunmasını öyrənəcəyik. Kontragent kimdir? Kontragent yəni bizim işlədiyimiz insanlar, yəni sizin müəssisə ilə, şirkətlə, mağaza ilə işləyən insanlar, istər təchizatçı, istər müştəri, istər sizin öz əməkdaşlarınız və s. və ilə axır. Gəlin bir kontragent yaradaq müştəri olaraq məsələn. Bunun üçün kontragentlərə daxil oluruq, əlavə et düyməsini basırıq və kontragentin adını yazırıq. Məsələn, adını yazırıq, məsələn, Rafael, müştəri. Telefon nömrəsini yazırıq bura. Müştərinin varsa e-mail, yoxdursa heç nə yazmışsınız. Bu nömrə var deyənə ona görə qoymur. Başqa nömrə yazırıq, yalandan da olsa. Əlavə edirik. Budur. Burada əlavə olundu. Bu müştəridir. Bu müştərinin içinə daxil olanda isə burada sağ tərəfdə onun bütün tarixçəsi göstəriləcək. Yəni sizdən nə alıb, sizə nə satıb, sizə nə qədər pul verib, sizə nə qədər qalacağı var, hamısı burada göstəriləcək. Yəni hal-hazırda heç nə olmayıb deyənə bu müştərinin cari saldosu sıfırdır. Yəni heç bir əməliyyat olmayıb bununla. İndi isə gəlin keçək mal yaratmağa. Yəni məhsul, satdığınız məhsul necə yaranır? Keçirsiniz nomenklaturaya. Nomenklaturada hər hansı bir mala əlavə edirik. Məsələn, əyləc qəlibləri. Məsələn, bizdə var əyləc qəlibləri. Biz əyləc qəlibləri məsələn, digər maşın üçün, Opel üçün. Yəni, bu sistem hal-hazırda, gördüyünüz bu sistem avtoehtiyat hissələr mağazası üçün daha çox yararlıdır. Amma təbii ki, istənilən sahə üçün onu dəyişmək olar. İstənilən sahəyə dəyişikliklər eləmək olar. Bu xanalar təbii ki, hamısı dəyişilə biləndir. Yəni, burada sizin öz istədiyiniz xanalar da ola bilər bunların əvəzinə və s. və ilə axır. Məsələn, brend seçirik. Bu brend olacaq. Məsələn, bu maşına gedir, bu modelə gedir. Məsəl üçün. Bu kateqoriyasıdır. Məsəl üçün, alışma sistemidir. Yox, bu əyləc qəlibidirsə, tutalım ki, bu əyləc sistemidir. Və nakladka seçirik, məsəl üçün. Bunlar hamısı təxminidir. Yəni, bunların hamısını, bütün xanaları, gördüyünüz xanaların hamısını bir-bir dəyişmək olar. Minimal qalıq nə deməkdir? Minimal qalıq 10 qoyuruq, maksimal qalıq 20 qoyuruq. Məsəl üçün, bu maldan 10 dənə olanda artıq bu hesabata düşəcək ki, bu maldan sifariş etmək lazımdır. Məsələn, usta qiyməti təyin edirik 15 manat, müştəri qiyməti təyin edirik 20 manat. Dediyim kimi, bu xanaların hamısı şərtidir, hamısını dəyişmək mümkündür. Yadda saxla və bağla knopkasını basırıq və bu mal bizdə əlavə olunmuş olur. İkinci səhifəyə geçsək, görəcəyik ki, burada əyləc qəlibləri Opel. Biz bu video rolikdə mal necə yaradılır və müştəri necə yaradılır onu gördük. Həmçinin də malın səhifəsinə daxil olanda mal üzrə bütün tarixçə sağda göstəriləcək. Yəni alışı, satışı, kimə alınıb, neçəyə alınıb, kimə satılıb, neçəyə satılıb və s. və ilə axır. Biz müştəri yaratdıq, gəlin bir təchizatçı da yaradaq. Məsəl üçün, firma 5, məsələn, ya da 4 fərqi yoxdur. Bu olacaq bizim təchizatçımız. Biz bayaqki əyləc qəliblərini bu adamdan alacaq növbəti videoda. Firma 4-dən alacaq, Rafaelə satacaq.